Salamlar hər kəsə. Həyat dərslərinin İngiliscə öyrəndik bölüm 1. Bugünkü cümləmiz yaxşı insanlar hər zaman layiq olduqları dəyəri görmür olacaq. Deməli burada yaxşı insanlar, ilk öncəliklə də good people hər zaman dəyəri görmürlər. Yəni hər zaman inkişaf olmasın. Don't always ne edirlər? Layiq olduqları dəyəri görmürlər. Burada mənası get applicated. Yəni cümlə bu cümlə tamamlanmışdır. Əslində buna cavab da vermək olar. Yəni belə vermək olar cavab. Good. Əslində good. Do good olacaq. Do good and expect nothing.